Demək bugünkü oyunumuz nədən ibarətdir? Verilən bu kartlar içərisində müəyyən əksmənalı sözlər var. Biz nə edirik? Hər iki komanda biz iki komandaya bölmüşük. Qarabağ və Şuşa komandasına. Hər qrupdan bir nəfər gələcək. 1 dəqiqə ərzində verilən kartlarda kimin komandası daha çox söz toplasa, hər oyunda hər nəfərdə bir xal həmin komandaya yazılır. Ən sonunda da həmin komandada kimdə daha çox söz toplamış olsa, xallar daha çox olsa, qalib komandada o sayılır. Razısınız? Uğurlar. Başlayaq. Başladı. Aha, Sərvan ilə Qarabağ komandası bir tane tapdı. Cavab olmuş. Bir də dəqiq tapdı. Sessiz. Bir söz Şuşa komandasına yazılır. 2 söz Ankara ve uzun kısa Qarabağ komandasına Qarabağ komandasına. Zaten işte sarmıyor. Sessiz yere ötülen. Vakti başlayın. Sessiz yere ötülen. Sessiz. Uzun kısa. Sessiz. Bak. Bitti. Her komanda, demek oyun Şuşa komandası. Bir söz Ferdinand komandası. Qarabağ 1-1. Bak. Nəticələrə baxaq. Qarabağ komandasının Adəm, deməli sözlərinə baxırıq. Tapıb hündür alçaq, doğrudur uşaqlar, əksmənalıdır. Bəli, sonra xəstə və qısa, əksmənalı. Xəstənin əksi nədir? Xəstənin əksi, bəs qısanın əksi. Bunu nəzərə almırıq təəssüf ki. Deməli 1, sonra gec tez, əksmənalıdır. Bəli, sonra boş dolu əksmənalıdır. Bəli, doğru, Ankara əksmənalıdır. Bəli, neçə söz oldu? 1, 2, 3, 4. Qarabağ komandası 4 söz. Baxırıq növbəti Şuşa komandası. Lalənin aktivliyinə görə alqışlayaq Laləni. Deməli ilk sözümüz böyük, kiçik, növbəti sözümüz isti soyuq və digər sözümüz şirin acı. Neçə söz oldu? 1, 2, 3 söz. Deməli 4 söz Qarabağ, 3 söz Şuşa. Salam qızlar, uğurlar. Başlayaq. Baxaq Qarabağ komandası, deməli gecə gündüz Ağqara, daha sonra aşağı yuxarı əksmənalıdır. Bəli, uzun qısa əksmənalıdır. Dolu boş əksmənalıdır. Neçə söz eləyir? 1, 2, 3, 4, 5. La Qarabağ komandası, Şuşa komandası, Kazımlı Zəhra. 2 söz tapıb, böyük kiçik əksmənalıdır. Bəs gec tez əksmənalıdır. Alqışlayaq hər iki komandanı. Yenə də 5 xal yazılır Qarabağa, 2 xal yazılır Şuşaya. Yaxşı, qarşı. Uzun dolu əksmənalıdır. Deyir. Deməli 1-2 söz soyuq, isti və gec tez. Baxaq digər komanda Şuşa komandasına. Bir söz hündür alçaq, doğrudur. Sonra nə tapırsan? Bunları birləşdir. Böyük doğru. Sonra xəstə. Təmiz yox. Xəstə təmiz əksmənalıdır. Bəs böyük doğru. Böyüyün əksi nədir? Gecə axmaq. Gecənin əksi gündüz. Sonra çirkli yuxarı. Yuxarının əksi aşağı. Ankara doğru. Bir söz düz tapırsan Ankara. Yox, 2 söz. Ankara və hündür alçaq. Deməli yenə Şuşa komandası. 2 xal. Qarabağ 2 xal. Alqışlayaq qardaşlarım. Deməli, hansılar qızın tapdıqlar? Şuşa komandası. Deməli, ağır yüngül əksmənalıdır uşaqlar. Çirkli təmiz əksmənalıdır. Boş dolu, ağıllı, axmaq, xəstə sağlam, açıq qapalı. Neçə söz oldu? 1, 2, 3, 4, 5. Aferin, Şuşa komandasına almışlar. Ömər də təəssüflər olsun ki, heç bir söz tapmadı. Yenə də alqışlayaq mı işimi? Bitti, baxaq. Qarabağ komandasından Murad tapıbdı uzun qısa, sonra az toq, aferin.
acı şirin, bir dənə tapırsan asan səbəb. Asan səbəb mənalıdır uşaqlar. Asanın əksi çətin. Deməli, Qarabağ komandası bir saniyə 3 söz tapıb, elə bir başqa bir söz. Ağqaranla birləşdirdim. Elə Ağqaranla birləşdirdim. Amma bura qoymadığına görə sayılmır, təsvir olsun. Sonra növbəti komandamız 3 deyildi, 2 idi. Bunu sonradan birləşdirdik. Sən birləşdirdin. Sən afiyet et onu. Yaxşı, 3 sözdə bu komanda tapıb. Deməli, boş dolu, açıq qapalı, isti soyuq. Hər iki komanda 3 söz olur və burada alqışlayaq. Bax, bitti. Bax, deməli, Şuşa komandası neçə söz tapıb? Xəstə sağlam 1, boş dolu 2, böyük 2, 3, sonra ağ-qara 4 və düz əyri 5, tam 5 söz. Sonra növbəti Qarabağ komandası 2 söz tapıb. Nə yazır? Acı, axmaq, xeyir, sonra geç, çünki xeyir. Qarabağ komandası 0, Yusif 2 isə Şuşa xeyir. Baxın, Şuşa komandası 1, 2, 5, 7, 9, 15, 18, 18 söz deməli 5 söz, 23. Aferin Şuşaya. 23 söz, 23 söz Şuşa, 19 söz Qarabağ. Qalib komanda təbii ki kimdir? Alqışlar Şuşa komandasını.